Kiçik bir temiz sifarişim var. Dostumla bir yerde vermiştim. Ona göre azdı. Onlar size göstermek istedim. Böyle bir mirvari sifariş vermiştim. Ben bunları stiker olarak bilirdim ama yapışmıyorlar. Yani altlarında silikon var burada ama sadece buna yapıştırmak için de o. Yani ben düşünürdüm ki belki makyaj elədim ve incini çil olarak yapıştırabildiğim böyle zarif bir makyaj Veçer için bir makyaj fikriydi. Asla yapışkanlık çıxmadı. Yani nə yapıştıra bilərəm üzümə bilmirəm. Yəni başqa nə yapışkan vura bilərəm. Sonra bir dənə də sırğa vermişəm. Sırğa seti daha doğrusu 5 dənəli. Mən bunlardan buna bənzər bir şey bəyənmişdim. Bir dənəsi 2 manat neçə, yox, 1 manat neçə qəpik idi. Mənsə sonra təsadüfən qabağıma çıxdı 5 dənəsi 2 manat neçə qəpik idi. Rengarenk ve renklisi var, mavisi var, ağı var, çəhrayisi var ve bənövşəyisi var. Ve içinde de böyle əlavə olaraq arxalıqlar var, plastik. Məncə yaxşı bir şeydir. Sonra bir dənə qol üçün mənim Veçer donum straplezdir. Ona göre takı olarak Allah. Böyle bir arm cuff sipariş vermiştim. Ama gülü kopuk geldi. Bunu yapıştıracağım. O problem değil. Ama təəssüf ki qırıq geldi. Yani duruşunda göstereceği olsam böyle bir şey. Yani zarif qəşəng görünür. Tabii ben təpkilərim o vaxta qədər azalacaq. Bir de güneş kremi. Güneş kremi neydi? Güneş açkiler sipariş vermişəm 4 olaraq. Mən çox açki tipini özümə yaraşdırmıram. Rahat olmuram. Ən belə özümün ən sevdiyim bir dənə açkisi var. Açkim var. Onun ən yaxın modeli buydu belə. 4'üm də eyni sipariş vermişəm. Set olaraq sadəcə renkləri fərqlidir. Onları bir sizə göstərim. Bunu çox bəyəndim. Çok böyle aksesuar olarak istifadə eləməlikdir tam. Güneşe karşı wow bir təsirləri olmasa da yani effektivdirlər. Bu leopardır ve son olarak da ət rəngi bir şey. Buna wow olmadı. Mən ümumiyyətlə açıqda belə renkləri çox sevirəm. Ama o üçünü çox sevirəm ve istifadə eləməyə başlamışam. Bugünlük bu kadar ama yine sifarişlerim var. Gələcəklər çox yaxında. Taxma kirpik falan da sifariş vermişəm. Bir yerde baxacaq. İnşallah çatarlar.